Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Yeni tədris ilinə hazırlıq fonunda məktəbli formaları yenidən müzakirə mövzusu olub. Sosial şəbəkələrdə bir çox valideyn məktəbli geyimlərinin bütün şagirdlərə dövlət hesabına ödənişsiz təqdim olunmasını təklif edir. Onların fikrincə, bu addım ailələrin maliyyə yükünü azalda, məktəblilər arasında bərabərliyi təmin edə bilər. Bəs məktəbli formaların dövlət tərəfindən təmin edilməsi nə dərəcədə real və məqsədə uyğundur? Bildirilir ki, təhsil eksperti İlqar Orcov deyib ki, məktəbli formalarının gələcəkdə şagirdlərə dövlət hesabına verilməsi iqtisadi və sosial cəhətdən mümkündür. Dövlət ümumi təhsil müəssisələrinin təxminən 1,6 milyon şagirdin təhsil aldığı nəzərə alsaq, bu islahat ilk mərhələdə sosial həssas qruplar, aztəminatlı şəhid və qazi ailələri və ya sürətlə böyüyən ibtidai sinif şagirdləri üçün tətbiq edilə bilər. Hər il pulsuz dərsliklərin paylanması təcrübəsi göstərir ki, dövlətin belə geniş miqyaslı sosial layihələri idarə etmək üçün logistik bazarı mövcuddur. Milyonlarla formanın vahid dövlət sifarişi əsasında yerli tekstil fabriklərində həvalə edilməsi istehsal həcmini artıracaq, geyimlərin maliyyə dəyərini xeyli uzlaşdırar. Eyni zamanda ölkədə yeni iş yerlərinin açılmasına təkan verər. Ekspertin fikrincə, bu addım ailə büdcələrinin yükünü yüngülləşdirməklə bərabər şagirdlər arasında tam sosial bərabərliyi təmin edərək təhsilin əlçatanlığının prinsipini gücləndirər. Nəticə etibarilə Elm və Təhsil Nazirliyi ilə Maliyyə Nazirliyinin birgə hazırlayacağı ümumi müddətli dövlət proqramı sayəsində məktəbli formaların pulsuz paylanması reallığa çevrilə bilər.